Liqalar bitdi, kuboklar sahiblərini tapdı. Bəs Avropanın Toplam Liqasında tarixi boyu ən çox çempion olan komandalar hansılardır? Videomuzu bəyəndinizsə keçək çempionlara. Dünyanın ən prestijli liqalarından biri olan Premier Liqada zirvəni 20 çempionluqla 2 komanda bölüşür. Liverpool və Manchester United. Onları isə 13 çempionluqla Arsenal izləyir. Bu mövsümdə Manchester City ilə gərgin çempionluq yarışına girən Arsenal sizcə zirvəyə bir addım daha yaxınlaşa biləcək? İspaniya La Liqasında isə 36 çempionluqla Real Madrid hegemoniyası davam edir. Onları 29-cu çempionluğunu bu mövsüm qazanan Barcelona izləyir. İtaliya A seriyasında 36 çempionluqla Juventus zirvədə təkdir. Ən yaxın rəqibi isə bu ildə çempion olan Inter Milandır. Inter hal-hazırda 21 çempionluğa sahibdir. Dominasiya deyiləndə ağla ilk gələn liqa heç şübhəsiz Bundesliqadır. Bu mövsümdə çempion olan Bayern München 35-ci çempionluğunu elan etdi və ən yaxın rəqibi Nürnbergə 26 çempionluq fərq atdı. Top 5 liqanın sonuncusu olan Fransa Liqa 1-də isə son mövsümün çempionu PSG 14 çempionluqla zirvədədir. Onu Olimpik Marseille və Saint-Étienne 10 çempionluqla izləyir. Bonus olaraq isə hələ gənc sayılan Azərbaycan Premier Liqasında ən çox çempion olan komanda 12 çempionluqla Qarabağ Futbol Klubudur. Köylən atların ən yaxın izləyicisi isə 9 çempionluqla Neftçidir.